Pirotexniki, eləcə də yüksək səs yayıcı qabiliyyətə malik partlayıcı və tez alışan məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılıb və qanunla satışı qadağandır. Aşkar olunduğu təqdirdə isə dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülür. Daxili İşlər Nazirliyi bildirir ki, bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çox mənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Bu məmulatlar əsasən yetkinlik yaşına çatmayan və azyaşlılar tərəfindən istifadə edilir. Əksər hallarda isə bədbəxt hadisələrə səbəb olur. Əziz vətəndaşlar, təhlükəsizlik standartlarına cavab verməyən bu məmulatlar insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqları üçün ətrafa da ciddi ziyan vura bilər. Ona görə də gəlin məsuliyyətli davranışımızla örnək olaq. Bayramımızın təhlükəsiz şəraitdə keçməsi üçün hamılıqla qaydalara əməl edək.